Hər kəsə salam, mən Tahirova Mahirə, 4 illik pedaqoji təcrübəyə sahibəm. Azərbaycanda isə 3 ildir TRS üzrə matematik fənnini tədris edirəm. Ali təhsilimi isə Bakı Dövlət Universitetində riyaziyyat müəllimi ixtisası üzrə bitirdim. Dərslərimdə əsas məqsəd tələbələrimin düşünmə qabiliyyətini inkişaf etdirmək, mövzunu dərin şəkildə mənimsəməsi və öz biliklərinə güvənərək təbii ki, imtahanda yüksək nəticə göstərməsidir. Ümumiyyətlə, matematik fənni TRS imtahanının əsas hissəsini təşkil edir, yəni tələbənin maksimum nəticə toplaması üçün həlledici fəndir və dərslərimizdə əsas məqsəd tələbənin analitik düşünmə qabiliyyətini, sürətli problem həll etmə bacarığını inkişaf etdirmək və onların imtahanda maksimum nəticə göstərməsini təmin etməkdir. Məni digər həmkarlarımdan fərqləndirən əsas nüanslardan biri də onlara, yəni tələbələrə fərdi yanaşmam və nəticə yönümlü tədris metodumdur. Belə ki, dərs prosesində, mövzu izahında hər bir tələbənin zəif və güclü tərəflərini nəzərə alaraq həmin mövzunu tədris edirəm və mövzuları sadə amma məntiqli şəkildə izah edirəm ki, tələbə həm tətbiq edərək, həm də anlayaraq öyrənə bilsin. Azərbaycanın məqsədi tələbələrin yalnız imtahandan keçməsi deyil, onlara karyera yollarında doğru istiqamət göstərmək, şəxsi inkişaflarında dəstək olmaq və ailə mühiti yaratmaqdır. Və məncə bunlar Azərbaycanı seçmək üçün önəmli səbəblərdən biridir. Çünki təcrübəli müəllim heyətimiz, sistemli proqramımız və dəstəkçi mühit vasitəsilə tələbələrimiz Azərbaycanda uğura tam hazır şəkildə yetişdirilir.